Hər vaxt xeyir olsun dəyərli izləyicilər. Gördüyünüz bu hadisə Nizami rayonunda yerləşən, Nizami rayonu ərazisində yerləşən Xəzər Universitetində baş verib. Məlumata görə hadisə iki tələbə arasında baş verib. İnsident zamanı tələbənin biri digərinə bıçaq xəsarəti yetirib. Ağır xəsarətlərlə alan tələbə hospitalizasiya olunub, xəstəxanaya yerləşdirilib, durumu nəzarətdədir. Məlumata görə hadisəni törətməkdə də şübhəli bilinən F. Əliyev adlı tələbə polis tərəfindən saxlanılıb, araşdırmalar aparılır. Sonda bir şey qeyd etmək istəyirəm, dəyərli izləyicilər. Cəmiyyətdə çox xoşagəlməz neqativlər artıq xoşagəlməz vəhşiliklərlə yerini dəyişib. Yaşadığımız cəmiyyətdə təhsil müəssisəsində, bax bir neçə gün bundan öncə Cənub bölgəsində, Lənkəranda kurslardan birində azyaşlı uşağı amansız vəhşicəsinə müəllimin döyməsi, şagirdin tələbəni bıçaqlaması, qəribə olaylar baş verir. Bu nədən xəbər verir? Təbii ki, cəmiyyətdə qlobal vəhşiliyin günü-gündən sürətlə inkişaf etməsində. Allah sonumuzu xeyirli etsin, dəyərli izləyicilər. Allah millətimizi, insanlarımızı qorusun. Cəmiyyəti azğınlaşmış, dırnaqarası insanlardan